Demək, artıq saat 5-dir, durmuşam, yürüyüşə gedirəm. Bir kommenti gözüm sataşdı. Gözəl bir söz yazıblar. Yazıblar ki, doğrudan da elə deyir, kitabını oxumuşam, tam başa düşməmişəm. Amma siz necə deyirsinizsə, çox rahat başa düşür adam. Xanım Neşi sistemin oxuyub, proqramında, Neşinin həyatının proqramını oxuyub, başa düşmək olmur orada. Sən o həyatı yaşamayana qədər anlaya bilməyəcəksən, eləyə bilməyəcəksən. Ümumiyyətlə, çox çətindir, çətin prosesdir. Mən bu iş sistemini biraz sadələşdirdim, insanların yaşayacağı tərzə gətirdim. İş sisteminə bitkiləri də əlavə elədim ki, çünki şəfa bitkilərdədir, insan sürətli şəkildə sağalır. Sonra iş sisteminin idmanına, bədən tərbiyəsinə turbanı da əlavə elədim. Turba 2 videosu da kəşf eləmişəm ki, artıq o iş sisteminə aiddir, o özüm kəşf eləmişəm. Çox mükəmməl bir şeydir. Uzun müddətdir mən turba idmanını eləyirəm. Mükəmməl nəticə almışdım, amma bir dənə məndə gərginlik qalmışdı. İki lapatkanın ortasında. O gərginliyi apara bilmədi turba idmanı. Düzdür, o çox mükəmməl bir idmandır, amma bu tapdığım hərəkət, kəşf elədiyim hərəkət onu da apardı. Kimin o, məsələn üçün, bu sinəsinin bax, buralarda gərginlik olur, bax, qoltuq altında buna sancmalar olur, kürəkdə gərginlik olur. Bax, onu aparmaq üçün, qan dövranını düzəltmək üçün çox mükəmməl bir hərəkətdir. İnşallah 3 günə vaxt eləyib, orada çəkəcəm Allahın izni ilə.